Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün Nəsiminin Sığmazam qəzəli haqqında bəzi mühüm ədəbiyyat qeydlərinə nəzər salacağıq. Mövzumuzun izahına keçid etmədən öncə sizə qısa bir xatırlatma etmək istəyirəm. İnam Təhsil və İnkişaf Mərkəzində bütün fənlər üzrə, o cümlədən də müxtəlif xarici dillər üzrə onlayn dərslər tədris olunur. Dərslərimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün, habelə qeydiyyatdan keçmək üçün aşağıda qeyd olunan mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gəlin dərsimizin izahına keçid edək. Bəli, Nəsiminin Sığmazam qəzəli. Öncəliklə bilək ki, bu qəzəl ana dilimizdə yazılıb. Bəzən oxucular bunu qarışdırır, deyirlər ki, fars dilində yazılıb, ərəb dilində yazılıb və s. Xeyr, yadda saxlayaq ki, Nəsiminin Sığmazam qəzəli ana dilində yazılıb. Əruz vəznində Rəcəz bəhrindədir. Qəzəl janrında yazılıb əlbəttə və qəzəl janrında olduğuna görə şeirdə bitkin formalar beyt adlanır. Məsələn, siz qoşmada, gərayılda ona bənd deyəcəksiniz, amma qəzəldə həmin o bitkin formalar beyt adlanır. Nəzərinizə çatdırım ki, Nəsiminin şeirləri iki qrupa bölünür. Dünyəvi şeirləri var və təriqət mövzusunda olan şeirləri var. Həmin bu Sığmazam qəzəli təriqət mövzusuna yazılmış şeirlərdəndir. Hansı ki, burada hürufiliyin izləri aşkar şəkildə özünü göstərir. Nəzərinizə çatdırım ki, bu əsərdə Nəsiminin sözləri hökm şəklindədir.